İmtahandan sonraki ekspertiza nəticəsində riyaziyyat fənnindən bir sualda riyazi cəhətdən korrekt qoyulmadığı məsələnin deməli aşkar edilmişdir ekspertlər tərəfindən. Bu deməli A variantında 11-ci sual, B variantında 18-ci sual, C variantında 8, D variantında isə 13-cü yəni test. eyni sualda 4 müxtəlif variantda istifadə olunur. Fərqli variantlarda fərqli yerdə olduğuna görə. Bu sual ekrana zəhmət olmasa gətirərdiniz. D variantında isə 13-cü tapşırıqdır. Burada biz götürüb X-ə və Y-ə görə tam kvadratlara ayırsaq, biz bu bərabərliyi X plus 5-in kvadratı bərabərdir Y plus 2-nin kvadratı şəklinə gətiririk. Sonra bunları sol tərəfə hər ikisini yığdıqda kvadratların fərqi kimi qruplara ayırırıq və son nəticədə hasilin 0 olması üçün birinci X plus Y plus 7 bərabərdir 0 və X minus Y plus 3 bərabərdir 0 şərtlərini alırıq. Yəni, bu şərtlərin hər hansı biri ödənirsə, həmin bu məsələnin qoyulan şərti ödənir. Yəni, buradan da belə çıxır ki, X plus Y bərabərdir mənfi 7 şərti ödənirsə, deməli bu həmin verilən şərt ödənir və buradan belə nəticəyə gəlmək olur ki, bilirsiniz ki, bu Y bərabərdir minus X minus 7 bir düz xəttin üzərində olan sonsuz sayda nöqtələrdir və bu nöqtələrin hamısı üçün ümumi bir cəhət X plus Y cəminin mənfi 7 olmasıdır. Bəzən biz özümüz də araşdırırıq və belə görünür ki, abituriyentlər də bu X plus Y bərabərdir mənfi 7 cavabını tapanda və cavab variantında da bu mənfi 7-nin olması artıq onlarda belə bir təəssürat yaradır ki, bunlar bu tapşırığı yerinə yetiriblər və cavabı tapıblar. Lakin burada ikinci bir halda olduğuna görə X minus Y plus 3 bərabərdir 0 şərti də həmin bu deməli verilən şərti ödəyir və buradan biz X minus Y bərabərdir mənfi 3 şərtini alırıq. Bu isə Y bərabərdir deməli X plus 3 belə bir xəttinə gəlib çıxır. Bu xəttin üstündə sonsuz sayda bilirsiniz ki, bu düz xəttin üstündə nöqtələr var və bunların hamısının üçün ümumi şərt odur ki, X minus Y fərqi mənfi 3-ə bərabərdir. Amma bunların cəmi X plus Y cəminin burada tamamilə hər bir nöqtə üçün fərqli qiymətlər alır. Yəni, bu ikinci halda X plus Y cəminin çox hər bir nöqtə üçün müxtəlif qiymətlər almasından belə bir nəticəyə gəlmək olur ki, bu halda X plus Y cəmini bir qiymətli müəyyən etmək, təyin eləmək mümkün deyil. Yəni, bu ikinci halın olması bu məsələdə X plus Y cəminin bir qiymətli tapılması məsələsinin riyazi cəhətdən korrekt olmadığını göstərir. Ona görə də baxmayaraq ki, bizdə imtahan dövründə heç bir müraciət bizə daxil olmayıbdır. Ola bilər ki, abituriyentlər X plus Y bərabərdir mənfi 7-ni tapıb və bununla da cavabı tapdıqlarını hesab ediblər. Amma bu daha dərin araşdırma göstərdi ki, burada riyazi cəhətdən məsələ korrekt olmuyor. Ona görə də bu tapşırığın bütün abituriyentlərin xeyrinə, abituriyentlər tərəfindən doğru həll edildiyi hesab olunacaq və şablonlar təqdim olanda siz görəcəksiniz ki, mənim həmin o dediyim hər bir variantda belə A11, B18, C8 və D13-də həm Azərbaycan, həm Rus bölməsində birinci qrupda ulduz qoyulacaqdır. Yəni, bütün abituriyentlər üçün bu doğru cavablandırılmış hesab olunacaqdır. Çox sağ olun, Natiq müəllim ətraflı məlumat verdiniz. Əslində, bu abituriyentlərin xeyrinə olan bir məsələdir. Biz təftiş eləyirik. Əgər hansısa bir nöqsan varsa, hansısa bir yanlışlıq varsa, onların xeyrinə biz həmişə hesablayırıq.